Salam, hörmətli tamaşaçılar. Efirdə Hüquq İşığında verilişinin növbəti buraxılışıdır. Bu dəfəki verilişimizdə biz Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı ilə bağlı olan mövcud problemləri müzakirə edəcəyik. Məlumdur ki, son illər qeyri-hökumət təşkilatının qeydiyyatında bir sıra çətinliklərlə qarşılaşırıq. Hətta ən yüksək səviyyədə elan olunub ki, bu problemlər qanunvericilik səviyyəsində aradan qaldırılmalıdır. Amma ötən müddətdə hələ ki, real bir işlərin görülməsinin şahidi olmamışıq. Bu sahədə olan mövcud problemlər və onların həlli yolları ilə bağlı hüquqşünas Yaşar Ağazadənin fikirlərini öyrənəcəyik. Xoş gəlmisiniz Yaşar müəllim. Yaşar müəllim, qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı problemlər uzun illərdir ki, mövcuddur. Və siz bildiyim qədər xeyli sayda bununla bağlı məhkəmə işlərinə çıxmısınız. Mövcud durum nədən ibarətdir? Hansı sahədə problemlər yaradırlar qeyri-hökumət təşkilatlarının qeydiyyatında? Bilirsiniz, bizdə Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına qeydiyyat alan orqandır. Amma Ədliyyə Nazirliyi təxminən 4-5 ildir ki, qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmasını demək olar ki, həyata keçirmir, icra etmir. Bunun müxtəlif səbəbləri var. Ən əsas görünən səbəb və təhlillər də bunu təsdiq eləyir. Artıq hökumətin qeyri-hökumət təşkilatlarının qeydiyyata alınması məsələsinə siyasi bir məsələ kimi baxmasıdır. Yəni, hökumət Azərbaycanda qeyri-hökumət təşkilatlarının artmasına, çoxalmasına, xüsusən müstəqil qeydilərin formalaşmasına maneçilik törətmək planını, siyasətini həyata keçirilir. Bunun üçün də çox rahat yol tapıb bu yolun birinci mərhələsi yeni qeyri-hökumət təşkilatlarının yaranmasının qarşısını almaqdır. Digər problemlər də var. Bu, hazırda fəaliyyətdə olan qeyri-hökumət təşkilatlarına qarşı bürokratik əngəllərin yaradılması, cinayət işinin başlanması və s. Amma əsas öngördükləri və tətbiq etdikləri yeni qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmasına maneçiliyin törədilməsidir. Bunun üçün də rahat bir variantları, formaları var. Bu da ondan ibarətdir ki, Mərkəzi İcra Hakimiyyəti orqanı olan Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmasından ən müxtəlif bəhanələrlə imtina edir. Vətəndaşlar, təsisçilər müraciət ərizəsi ünvanlayırlar, Ədliyyə Nazirliyinə müvafiq sənədləri təqdim edirlər, lakin təxminən bir ay yarımdan sonra imtina cavabları alınır. Bu imtina cavabları müxtəlif formalı və kateqoriyalara aiddir. Ən müxtəlif imtina cavabları mövcuddur. Biz söhbətimizin gedişində bunlara toxunarıq. Bu gün üçün mövcud vəziyyət bundan ibarətdir ki, Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmasına maneçilik törədir. Qeydiyyata alınmaması üçün öz tabeçiliyində olan quruma göstəriş verir və Ədliyyə Nazirliyi bu göstərişi icra eləyir. Ona görə də bununla bağlı fakt ki, böyük narazılıq mövcuddur. Bu imtinanın səbəbləri nələr göstərilir? Əsasən hansı əsaslar gətirilərək qeyri-hökumət təşkilatının qeydiyyatından imtina olunur? Ədliyyə Nazirliyi müraciət edən vətəndaşlara imtinanı bir neçə əsaslarla verir. Məsələn, imtina var, idarəetmə orqanlarının formalaşması barədə qərarın təqdim edilməməsi. İmtina var, hüquqi ünvanla bağlı təsisçilərin qərarının təqdim edilməməsi. İmtina var, sırf texniki xarakterli şəxsiyyət vəsiqəsinin vaxtının bitməsi. Müraciət ərizəsində şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin düzgün göstərilməməsi. Bu tipli imtinalar çoxdur. Yəni, və qəribəsi və təəccüblüsü də budur ki, Ədliyyə Nazirliyinin əksər imtinaları texniki xarakterlidir. Yəni, nə mənada? O dediyim formadakı şəxsiyyət vəsiqəsini tutaq ki, seriya nömrəsi düzgün göstərilməyib. Ədliyyə Nazirliyi düzgün göstərilmək üçün müraciət tərəfinə 20 gün müddət təyin edilməlidir. 20 gün məktub yazmalıdır, 20 gün vaxt təyin edilməlidir və o qüsurun aradan qaldırılması müraciət müəllifindən istəməlidir. Əgər aradan qaldırılmadığı halda, o halda imtina edə bilər. Amma Ədliyyə Nazirliyi bu qanunun bu normasını istinad etməyib, birbaşa imtina verir. Amma elə imtinalar da var ki, ümumiyyətlə o qüsur olaraq müraciətə əlavə olunmuş sənədlərin içərisində mövcud deyil. Məsələn,
idarəetmə orqanlarının formalaşması barədə qərar təqdim olunur. Vətəndaş təsisçilər bunu Ədliyyə Nazirliyinə təqdim eləyir, amma Ədliyyə Nazirliyi imtina yazır ki, idarəetmə orqanlarının formalaşması barədə qərar iş materiallarında mövcud deyil. Hansı ki, qərar müraciət edilən sənədlərin içərisində mövcud olub, sadəcə bunun vətəndaş tərəfindən sübut edilməsi problemi də ortaya çıxır ki, mən bu qərarı təqdim etmişdim, sadəcə siz bunu yalan olaraq, qeyri-dəqiq olaraq bizə imtinanı yazırsınız. Yəni, o niyə sübut edə bilmir vətəndaş? Deməli, Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsi Ədliyyə Nazirliyinin inzibati binasından kənarda yerləşir. Həmin Qeydiyyat İdarəsi müraciət olunarkən vətəndaşların müraciətlərinin baxılması haqqında qanuna və kargüzarlığın aparılması barədə dövlət başçısı tərəfindən qəbul olmuş sərəncama zidd olaraq qəbul edir. Yəni, həmin qanunda, sərəncamda göstərilir ki, müraciət olunan sənədlər bir nüsxəsinə qol çəkilməklə, imza edilməklə və möhrü vurulmaqla qəbul edilməlidir. Amma Qeydiyyat Baş İdarəsi bu qaydalara riayət etmir və orada idarədə qutu yerləşdirir və müraciət edən vətəndaşları həmin müraciətlərini həmin qutuya atmağa məcbur edir. Bu isə gələcəkdə bu tipli problemlərin ortaya çıxmasına səbəb olur. Çünki vətəndaşda həmin müraciətdə əlavə olunan sənədlərin siyahısı mövcud olmur. O baxımdan biz məhkəmələrin mübahisəsində də bunu sübut etməkdə çətinlik çəkirik ki, doğrudan da biz filan qərarı təqdim etmişdik, amma Ədliyyə Nazirliyi təqdim etdiyimiz halda bizə imtina cavabı yazıbdır. Ona görə də məhkəmələrdə də yaranan mübahisələrdən də biri budur. Bu vətəndaş cəmiyyəti institutlarının rəhbərləri tərəfindən belə bir fikir də səsləndirilmişdi ki, elə imtinalar olur ki, nizamnamədə göstərilib, məsələn, təsisçilərin qarşılıqlı yük və vəzifələri düzgün göstərilməyib. Halbuki nizamnamədə var və təkrar müraciət edəndə eyni bəndi götürüb qərara salıb göndərirlər və bu dəfə başqa bir imtina verilir. Bu tipli imtinalar hamısı, yəni geri göndərilən imtinalar bir dəfəyə verilir, yoxsa tutaq ki, bir dəfə təsisçilərin qarşılıqlı yük vəzifələrinin olmaması deyilir, digər dəfə idarəetmə orqanlarının formalaşdırılmaması. Bu məsələlər necə tənzimlənir? Ümumiyyətlə, Ədliyyə Nazirliyi imtinaya səbəb olmayan hallarla bağlı müraciət müəllifinə bir dəfəlik hamısı, bütün qüsurlar göstərilməklə bir dəfə imtina cavabı verə bilər. Amma imtinaya səbəb olmayan hallarla bağlı. Yəni, bu o deməkdir ki, bayaq mən qeyd etdiyim texniki məsələlər, hansı ki, şəxsiyyət vəsiqəsinin seriyası düzgün göstərilməyib və sair hallarla bağlı Ədliyyə Nazirliyi və müraciət müəllifinə bir dəfə imtina cavabı yazmalıdır və orada bütün texniki çatışmamazlıqların hamısı əks olunmalıdır. Amma o, siz dediyiniz formada, tutaq ki, nizamnamədə təsisçilərin hüquq və vəzifələrin qarşılıqlı həcmi göstərilməyib, bu cür imtinalar var. Bunlar birbaşa imtinaya əsas olan hallardır. Bunları Ədliyyə Nazirliyi qanunun o həmin normasına əsasən bir neçə dəfə tərəfə göstərə bilər. Amma o halda ki, məsələn, birinci müraciətdə təsisçilərin qarşılıqlı hüquq vəzifələri göstərilməyibsə, Ədliyyə Nazirliyi bunu vətəndaşa irad kimi bildiribsə, vətəndaş bu iradı aradan qaldırıb müraciət edirsə, əvvəlki müraciəti ilə ikinci müraciətin arasında digər fərqliliklər olmamalıdır. Məsələn, vətəndaş həmin iradı aradan qaldırıb Ədliyyə Nazirliyinə müraciət edə bilər, amma bu ikinci müraciətində başqa bir nizamnamə dəyişikliyinə yol verə bilər. Məsələn, maliyyə hesabatı ilə bağlı nizamnamənin 5-ci bəndində nəzərdə tutulan icra müddəti, hesabatlılığın icra müddətini dəyişə bilər. Ya bunu qəsdən edə bilər və yaxud səhv edə bilər. Bu halda da, yəni Ədliyyə Nazirliyinin hüquqi yaranışı əvvəlki müraciəti, çünki Ədliyyə Nazirliyi birinci müraciətin bütün sənədlərin kopya formasında özündə saxlayır və ikinci müraciət olanda birinci müraciətlə ikinci müraciətin sənədlərini müqayisə edir. Əgər o dəyişikliyə vətəndaş hər hansı bir dəyişikliyə yol verirsə və Ədliyyə Nazirliyi birinci müraciətlə müqayisədə onu üzə çıxardırsa, onda ikinci dəfə imtina cavabı yaza bilər ki, siz bu dəfə də bu qüsura yol vermişsiniz. Amma heç bir dəyişikliyi vətəndaş yol verməyibsə, yəni yalnız o irad tutulmuş halı aradan qaldırıb müraciət edibsə, onda artıq Ədliyyə Nazirliyinin imtina üçün əsası yoxdur. Yəni yeni imtina səbəbi göstərə bilməz. Amma bu belə deyil, dəfələrlə olub ki, məsələn, bizdə bir iş olmuşdu məhkəmə müdafiəsi ilə bağlı, 12 dəfə imtina cavabı yazmışdılar vətəndaşa, birində 9 dəfə imtina cavabı yazmışdılar. Yəni, bu rəqəm sayıları göstərir ki, yəni Ədliyyə Nazirliyi bütün hallarda imtinada qərarlıdır. Yəni, nə sənədlər necə toplanmasından, nə cür verilməsindən asılı olmayaraq bütün hallarda imtina cavabı yazmağa
qərarlıdır və yazır da. Yaşanan amma Ədliyyə Nazirliyinin kollegiya iclaslarından sonra yayılmış rəsmi informasiyalarda hər dəfə göstərilir ki, müəyyən sayda qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Yəni dövlət qeydiyyatına alınmış bu təşkilatların müsbət təcrübəsini digərlərinə də tətbiq etmək olarmı ki, hansı formada sənədlər təqdim olunub ki, bu təşkilatlar qeydiyyata alınır? Yəni bunun digərlərinə müsbət bir irəliləyişə nail olmaq üçün təqdim olunmasına zərurət varmı və bu varsa nə üçün edilmir? Ədliyyə Nazirliyinin qeydiyyata aldığı təşkilatlar hökumət yönümlü qeyri-hökumət təşkilatlarıdır. Xüsusən gənclərin fəaliyyəti ilə bağlı olan qeyri-hökumət təşkilatlarıdır. Onlar da əziyyətsiz qeydiyyata alınmayıblar. Yəni onlar Ədliyyə Nazirliyinə müxtəlif dövlət orqanlarından yollar tapıblar. Xüsusən də bu prezident administrasiyasıdır. Yəni Ədliyyə Nazirliyi hər hansı bir qeyri-hökumət təşkilatını qeydə almaq üçün prezident administrasiyasından, ictimai siyasi şöbədən Ədliyyə Nazirliyinə zəng olunmalıdır və həmin qeyri-hökumət təşkilatı da qeydiyyata alınmalıdır. Başqa halda mümkün deyil. Məsələn, örnəyi mən göstərə bilərəm ki, YAP üzvü, hətta müxtəlif orderlərlə təltif olunmuş bir vətəndaşın və hökumət yönümlü bir qeyd açmaq istəyən vətəndaşın imtina verilibdir. Yəni cavabı imtina olubdur, amma o səbəb odur ki, o adam siyasi bir orqandan Ədliyyə Nazirliyinə təsir göstərə bilməyibdir. Yəni baxmayaraq ki, o elə hökumətin öz adamıdır, amma dəxli yoxdur, ona da imtina vermişdilər. Bu da onunla bağlı idi ki, yəni adam özü izah eləyirdi ki, mən heç bir tapşırıq etdirmədiyim üçün mənə qarşı Ədliyyə Nazirliyi bu cür qanunsuz qərar qəbul edibdir. Qalmış ola o qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının sənədləri ilə qeydiyyatından imtina olunan qeyri-hökumət təşkilatlarının sənədlərinin müqayisəli təhlilinə biz bu barədə dəfələrlə məhkəmələrdə vəsadətlər qaldırırıq ki, əgər bizə imtinanın cavabı bu cür göstərilibsə və biz bunu qanunsuz hesab edib məhkəməyə gəlmişiksə, onda təxminən 10 gün qabaq, 1 ay qabaq Ədliyyə Nazirliyinin qeydiyyata aldığı qeyri-hökumət təşkilatlarının sənədləri məhkəməyə təqdim olunsun və biz baxaq görək həmin sənədlərlə bizim təqdim etdiyimiz sənədlər arasında hansı fərqliliklər var. Lakin məhkəmələr də Ədliyyə Nazirliyini bir növ icra orqanı kimi çıxış etdiyi üçün bizim bu tipli vəsadətləri təmin eləmirlər və siz deyən müqayisəni biz apara bilmirik. Vətəndaş cəmiyyəti institutlarının özləri maraqlıdır işin məhkəmə müstəvisində həll olunmasında. Müraciətlər olur. Vətəndaşlar ümumiyyətlə məcburiyyət qarşısında məhkəmələrə müraciət etməli olurlar. Çünki ümumiyyətlə bütün mübahisələrin həlli yolu məhkəmədən keçir və vətəndaşlar əgər Ədliyyə Nazirliyinin 9 dəfə, 12 dəfə imtina alıblarsa, artıq məhkəmədə uduzacağını bildiyi halda belə məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Çünki sonsuza qədər Ədliyyə Nazirliyi ilə yazışmaları apara bilmirlər. Buna nə vaxt var, nə səbir var. Amma ona görə məcbur olub məhkəməyə müraciət edirlər. Amma məhkəməyə müraciət edən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri özləri də öncədən bilirlər ki, daxili məhkəmələrdə bu uğuru əldə edə bilməzlər, Ədliyyə Nazirliyinin əleyhinə qərar çıxartıra bilməzlər, Ədliyyə Nazirliyinə qalib gələ bilməzlər. Bunu bilirlər. Bunu müraciət edən vətəndaşlara biz özümüz də izah edirik. O baxımdan amma bu məhkəmələrə müraciət etmə faktoruna mənfi təsir göstərmir. Yəni vətəndaşların ümidi ondan ibarətdir ki, daxili məhkəmələri bitirəndən sonra Avropa məhkəməsinə müraciət edib, Avropa məhkəməsində əsaslandırılmış qərar ala bilərlər və bu onların qələbəsi ilə nəticələnə bilər. O baxımdan məhkəmələrə müraciət çox sayılıdır. Yaşaman təxmini neçə ildir qeyri-hökumət təşkilatlarının məhkəmədə müdafiəsindən məşğul olursunuz? 3 ilə yaxındır. Və bu 3 ildə müraciət etdiyiniz iddia ərizələrində təxmini eyni proseslər keçir, yoxsa verilmiş qərarların hansındasa fərqliliklər var? Məhkəmələrin qərarları Ədliyyə Nazirliyinin imtina cavablarında göstərilən əsaslarla əsaslandırılır və onlardan fərqliliyi yoxdur. Məsələn, əgər Ədliyyə Nazirliyi müraciət müəllifinin imtinanı nizamnamədə təsdiqlənən hüquq və vəzifələrinin göstərilməməsi əsası ilə veribsə və biz məhkəməyə müraciət etmişiksə, biz iddia ərizəsində göstəririk ki, bizim nizamnamənin 3-cü bəndində təsdiqlənən qarşılıqlı hüquq və vəzifələrin həzmi ayrı-ayrı bəndlərdə, həm hüquqları, həm vəzifələri ayrı-ayrı bəndlərdə göstərilibdir. Biz nizamnaməni məhkəməyə təqdim edirik. Məhkəmədə həmin nizamnamənin o hissəsinin xüsusi qaraldılmış şriflərlə göstərilir. Hakimə özümüz şəxsən təqdim edirik. Yəni yaxınlaşmaqla da belə göstərir ki, baxın möhtərəm hakim, bu nizamnamədə bu hüquq vəzifələr aydın şəkildə göstərilib. Lakin onunla belə hakimlər qərar qəbul edir iddianın təmin olunmaması barədə və
Qərarlarında yazırlar ki, Ədliyyə Nazirliyi imtina üçün əsaslı qərar vermişdir. Doğrudan da nizamnamədə təsisçilərin hüquqlarının qarşılıqlı həcmi göstərilməmişdir. Yəni imtina yalnız Ədliyyə Nazirliyinin imtinası ilə bağlı olur. Yəni məhkəmə qərarları da başqa kənara çıxmalar olmur. Ədliyyə Nazirliyi nə imtina veribsə, məhkəmə də həmin imtinanın mövcudluğunu, qanuniliyi öz qərarında hiss elətdirir. Təxmini bu 3 il müddətində neçə məhkəmə işi olub? 100-ə yaxın məhkəmə işimiz olubdur. Onlar ölkə daxili bütün instansiyaları keçib, yoxsa hazırda davam edən proseslər var? Bəli, biz adətən Ədliyyə Nazirliyi bir saylı İnzibati İqtisad Məhkəməsinin ərazisinə aid olduğuna görə bu müraciətləri bir saylı İnzibati İqtisad Məhkəməsinə edirik. Hazırda həmin məhkəmədə proseslərimiz var. Eyni qaydada Apellyasiya Məhkəməsində proseslərimiz var. Narazı qalıb apellyasiya şikayəti vermişik və eyni qaydada Ali Məhkəmədə bizim şikayətlərə baxılma mərhələsində də var və elə şikayətlər var, elə müraciətlər var, artıq bitib və biz onun Avropa Məhkəməsinə şikayətlərini hazırlamışıq, bəziləri hazırlanma mərhələsindədir. Yəni bu proses davam edir. Yaşaman, bu ölkə daxili məhkəmə instansiyalarını keçmək üçün təxmini nə qədər müddət tələb olunur? Təxmini götürsək, hardasa 6-8 ay müddətində biz birinci instansiyadan ali məhkəməyə qədər olan mərhələni keçə bilirik. Avropa məhkəməsinə nə qədər iş göndərilib bu günə qədər? Yəni sizin hazırladığınız? Bəli, təxminən biz 15-20 iş artıq Avropa məhkəməsinə həm 2014-cü ilin sonuna yaxın, həm də 2015-ci ilin birinci rübündə biz təxminən 15-20 işi göndərmişik Avropa məhkəməsinə. Mənim bildiyim qədər Avropa məhkəməsi qeyri-hökumət təşkilatının qeydiyyatından bağlı 3-4 qərar verib. Və ölkə başçısının da müvafiq sərəncamına görə həmin qərarlar prezident kimi tətbiq olunmalıdır. Məhkəmələr bu amili nəzərə alırmı və siz qaldırdığınız iddialarda bu tələbi irəli sürürsünüzmü ki, həmən prezident hüququ tətbiq olunsun? Bəli, deməli biz həm iddia ərizəsi yazarkən, həm məhkəmənin qəbul elədiyi qərarlardan yuxarı məhkəməyə şikayətlər verərkən Avropa məhkəməsinin birləşmək azadlığı hüququ ilə bağlı qəbul etdiyi, məhz Azərbaycanla bağlı qəbul etdiyi qərarları istinad nöqtəsi kimi göstəririk. Bilirsiniz ki, sizin də qeyd etdiyiniz kimi prezidentin sərəncamı var. Avropa məhkəməsinin qərarlarının daxili məhkəmələrdə hakimlər, məhkəmələr tərəfindən prezident kimi tətbiq olunması ilə bağlı tövsiyə xarakterli sərəncamdır. Bununla bağlı Ali Məhkəmənin plenum qərarı var. Bu da tövsiyə xarakterli qərardır və Milli Fəaliyyət Proqramında Avropa Məhkəməsinin qərarlarının daxili məhkəmələrdə prezident kimi tətbiq olunması ilə bağlı ayrıca bənd var. Bu cür sənədlərin, qərarların yuxarı məhkəmənin iradi ifadəsinin olmasına baxmayaraq, Ədliyyə Nazirliyinə qarşı bizim qeyri-hökumət təşkilatlarının qeydiyyata alınması ilə bağlı olan işlərimizdə daxili məhkəmələr Avropa Məhkəməsinin qərarlarını prezident kimi tətbiq etmirlər. Biz bundan şikayət verəndə də öz qərarımızda göstəririk. Həm apellyasiya şikayətində, həm kassasiya şikayətində yenə də yuxarı məhkəmə öz qərarlarında əsaslandırılmış formada həmin qərarlara istinad etmir. Bu qərarlar Əliyev və başqaları Azərbaycana qarşıdır, Nəsibova və başqaları Azərbaycana qarşı, həmçinin Ramazanova və başqaları Azərbaycana qarşı qərarlardır. Burada Avropa Məhkəməsi birləşmə azadlığı hüququnun pozuntusunu tanımışdı və həmin vətəndaşların təşkilatlarının qeydiyyata alınması ilə bağlı bizdə daxili məhkəmələrdə yenidən məhkəmə keçirilmişdi və həmin təşkilatlar qeydiyyata alınmışdı. Amma dediyim kimi prezidentin qərarının olmasına baxmayaraq, Milli Fəaliyyət Planında ayrıca bənd olmasına baxmayaraq, Ali Məhkəmənin plenum qərarının olmasına baxmayaraq, daxili məhkəmələr Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi bu qərarları istinad etmirlər. Yəni onlara bu qərarları istinad etmək sərf eləmir və əslində istinad etməklə özlərini təsdiq etmiş olarlar, ona görə də bu qərarları istinad etmirlər. Və göndərdiyiniz işlərdə gözlənilirmi ki, eyni tipli qərarlar çıxarılsın Azərbaycana? Bəli, bizim o birləşmək azadlığı hüququnun pozuntusu ilə bağlı Avropa Məhkəməsinə göndərdiyimiz işlərlə bağlı bu gözləntilərimiz var. Çünki bilirsiniz, Avropa Məhkəməsində işlərə hər hansı bir belə deyək təzyiq nəticəsində baxılmır, onlar tam müstəqil olaraq baxırlar. Ona görə bizim gözləntimiz ondan ibarətdir ki, bu qərarlar bizim xeyrimizə, vətəndaşların xeyrinə olacaq. Bu qərarlar həm də ölkənin, əgər o çıxarsa, ölkənin imicinə bir zərərdir. Yəni siz məhkəmə proseslərində
Bu məsələləri də məhkəmənin diqqətinə çatdırırsınızmı? Biz deyirik, biz həm məhkəmələrin diqqətinə çatdırırıq, həm şikayətlərimizdə bununla bağlı qeydlərimiz var, həm də Ədliyyə Nazirliyinin məhkəmə prosesində iştirak edən nümayəndələrinə bu xatırlatmaları eləyirik. Lakin belə görsənir ki, hökumət çox bu məsələdə tərslik edir. O mənada ki, yəni o ölkənin imicində bada verməyə hazırdır, vətəndaşlara kompensasiya da ödəməyə hazırdır. Lakin qərarlıdırlar ki, Azərbaycanda QT-lər fəaliyyəti artmasın, çoxalmasın, müstəqil QT-lər formalaşmasın. Tək ki, yəni öz istəkləri həyata keçsin, nəinki Azərbaycanın beynəlxalq arenada olan imici belə deyək, korlansın. Bunlar üçün fərqi yoxdur. Bunlar ancaq öz prinsiplərini yeridirlər ki, bu milyonlarla da başa gəlsə bu prinsip, hansısa nüfuzla da, imiclə də başa gəlsə xeyri yoxdur. Yəni bunlar ancaq qərarlıdırlar ki, öz siyasətlərini bu cür tətbiq edəsinlər. Onda belə çıxır ki, vətəndaş cəmiyyəti institutları məhkəmə vasitəsilə də indiki şəraitdə qeydiyyata alına bilməyəcəklər. Və sonda vətəndaşların çıxış yolu nədir? QT yaradan insanlar hansı addımlar atmalıdır? Dediyim kimi, yəni bizdə Ədliyyə Nazirliyinin bu cür bürokratik maneələrlə qeyri-hökumət təşkilatlarının qeydiyyata almaqdan imtina etməsi bir neçə ildir davam edir və görünür ki, bu proses uzun müddət davam edəcək. Daxili məhkəmələrdə də bunu reallaşdırmaq mümkün deyil. Birləşmək azadlığı hüququ yalnız ümid qalır ki, daxili məhkəmələr bitirəndən sonra Avropa məhkəməsinə müraciət olunsun və bilirsiniz ki, Avropa məhkəməsi qərar qəbul edəndən sonra İşi Ali Məhkəmənin plenumunda yenidən baxılır və Kassasiya İnstansiyası Məhkəməsi ilə Apellyasiya İnstansiyası Məhkəməsinin qərarları ləğv olunur. Bu məcburi bir tətbiq olunur və işə yenidən baxılması Apellyasiya İnstansiyası Məhkəməsinə həvalə olunur. Bu halda artıq müsbət qərarın çıxması gözlənilir və nəinki gözlənilir, hətta indiyə qədər olan təcrübə bunu təsdiq etmişdir. Qeyri-hökumət təşkilatlarına tövsiyələriniz nədən ibarətdir? Yəni məhkəmə prosesləri keçmisiniz, orada ola bilər ki, səsləndirilən iradların əsaslı olanlar da olsun və tövsiyələr nədən ibarətdir? Hansı problemləri aradan qaldırıb müraciət etmək daha doğru olardı? Əsasən müraciətlə bağlı o texniki səbəb mən çıxışımda qeyd elədim. Çalışsınlar ki, Ədliyyə Nazirliyinin müraciət sənədlərini Ədliyyə Nazirliyinin dəftərxanasına təqdim etsinlər. Yəni Ədliyyə Nazirliyi Elmlər Akademiyasının ətrafında yerləşir. O idarə isə ondan xeyli aralıda yerləşir. İdarədə onu kargüzarlığın tətbiqi ilə bağlı qaydalara uyğun təqdim edə bilməyəcəklər. Amma Ədliyyə Nazirliyinin özündə bu rahatdır. Yəni sənədləri təqdim edirlər və qoşma siyahıya uyğun olaraq Ədliyyə Nazirliyi həmin sənədi qəbul edir və möhür vurur. Ona görə müraciəti məhz Ədliyyə Nazirliyində etsinlər. Bir də orada standart formadır. Müraciətlərlə bağlı bütün sənədlər bir növdə, bir formada hazırlanır və onun tamlığına, düzgünlüyünə riayət eləsinlər. Onsuz da yəni Ədliyyə Nazirliyi yenə deyirəm, bir bəhanə tapıb imtina cavabı verəcək. Yəni bunlar da bu qaydadır, amma yenə də vətəndaşın qüsurlarının azaldılması üçün bu qaydalara riayət eləmək yaxşı olardı. Ədliyyə Nazirliyinin inzibati binasında qəbul olunur sənədlər? Bəli, inzibati binasında qəbul olunur. Bəs o nümunələr necə Ədliyyə Nazirliyinin internet saytında yerləşdirilib? O Ədliyyə Nazirliyinin əvvəllər internet saytında var idi, xüsusən nizamnamənin nümunəsi. Sonradan mən onu axtardım, tapa bilmədim. Ola bilsin ki, yığışdırıblar. Amma əvvəlki müraciətlər olubsa, həmin müraciətlərdə nizamnamənin surəti var. Ondan istifadə edə bilərlər. Və yaxud da yazılı müraciət edib Ədliyyə Nazirliyindən nümunə istəyə bilərlər. Qeyri-hökumət təşkilatlarının qeydə alınanların siyahısı necə Ədliyyə Nazirliyinin saytında yerləşdirilib və yaxud bu ictimaiyyət üçün açıqdır bu məlumatlar? İctimaiyyət üçün açıqlığı şübhədə olmur. Çünki qeyri-hökumət təşkilatlarının sayı, hansılarının qeydiyyata alınması, qeydiyyat tarixi, bunlar açıq məlumatlardır. Bunlar təbii ki, qapalı məlumatlar ola bilməz. Amma mən sualınıza tam olaraq cavab verə bilmirəm ki, onlar saytda yerləşdirilib qeydiyyata alınmış qeydiyyələrin siyahısı ya yox. Çünki bununla mən maraqlanmamışam. Yaşaman, bu müraciətlərin elektron qaydada aparılması qarşıdakı illərdə mümkün olacaqmı? Yəni vətəndaşların müraciətləri və verilmiş imtinandan sonra təkrar müraciətlər elektron qaydada aparılsın. Çünki hər dəfə vətəndaş məcburdur notariusa getsin və hər dəfə məcburdur bu sənədləri poçt vasitəsilə və yaxud şəxsən aparıb versin. Bu elektron qaydada aparılması gözlənilirmi? Bizdə qanunvericiliyə əsasən Ədliyyə Nazirliyinin müraciət ərizəsi notariusda təsdiqlənməlidir. Bu qanunun normasıdır. Əgər bu qanunda dəyişiklik olmayıbsa, belə çıxır ki, bundan sonra da vətəndaşlar notariusa getmək məcburiyyətindədirlər.
Amma notariusa gedib sənədləri toplayıb bunu Ədliyyə Nazirliyinə elektron formada göndərilməklə bağlı hər hansı informasiya yayılmayıb. Bu dəqiqə üçün də Ədliyyə Nazirliyinin saytında bununla bağlı bir pəncərə açılmayıb. Məsələn, örneği qəzetlərin nəşri ilə bağlı, qəzetlərin qeydiyyata alınması ilə bağlı əvvəlki illərdə şəxsən Ədliyyə Nazirliyinə müraciət edib ərizə formasını doldurmaq zəruri idisə, bu günlərin mətbu nəşrlərin qeydiyyatı ilə bağlı elektron müraciətə yer qoyulubdur və bununla bağlı pəncərə mövcuddur saytda. Ancaq qeyri-hökumət təşkilatları ilə bağlı hələ ki bu yoxdur, amma gələcəkdə ehtimal ki olsun. Çünki Azərbaycan hökuməti elektron hökuməti keçidlə bağlı çoxsaylı rəsmi mövqelər bildirib. Ola bilsin ki, məhz bu növ müraciəti də elektronlaşdırsınlar. Yəni həmin vahid pəncərə həm də qeyri-kommersiya təşkilatları üçün mövcuddur və qısa müddətdə qeydiyyata alınırlar. Bu təkliflər rəsmi qaydada, yəni müraciət formasından hansısa formada hökumətin nəzərinə çatdırılıbmı ki, məhz bu pəncərə, vahid pəncərə prinsipi qeydiyyatlarla bağlı da tətbiq oluna bilər? Xeyr, çatdırılmayıb. Biz tərəfdən belə bir addım atılmayıb. Açığı bizim ümidimiz də yoxdur ki, qeyri-hökumət təşkilatlarına bağlı, qeydiyyatı ilə bağlı bu cür müraciətə hökumət müsbət cavab verəcək. Yəni hökumət bir halda ki, qeyri-hökumət təşkilatlarının yalnız və yalnız fəaliyyətini boğmaqla, onların fəaliyyətini sıxışdırmaqla məşğuldursa, belə bir rahatlığı onlara qarşı törətmələri biz inanmırıq belə bir şey. Ona görə müraciət etməmişik. Qeydiyyatdan imtina olunan təşkilat rəhbərlərinin səsləndirdiyi növbəti irad postla bağlıdır. Yəni Ədliyyə Nazirliyinə təqdim olunan sənədlər Azərpost vasitəsilə deyil, hansısa deyəsən özəl bir post vasitəsilə geri qaytarılır və aylarla bəzən bu sənədləri geri almaq mümkün olmur. Eyni zamanda onlar səsləndirir ki, heç bir təqdim olunmuş sənəddə Ədliyyə Nazirliyindən məktubun çıxma tarixi göstərilmir. Yəni rəsmi məktubda göstərilir, amma zərfin üzərində olan peçatda məktubun nə zaman Ədliyyə Nazirliyindən çıxması göstərilmir və bu da bəzən onlar üçün çətinlik yaradır. Bu nəyə xidmət edir sizcə? Yəni rəsmi post vasitəsilə deyil, bir özəl post vasitəsilə göndərmək və sənədlərin çıxma tarixinin göstərilməməsi. Tamamilə doğru qeyd edirsiniz. Deməli, Ədliyyə Nazirliyi imtina məktublarının və imtinaya əlavə olunmuş sənədləri İldırım Ekspres deyilən bir məhdud məsuliyyətli cəmiyyətlə vətəndaşlara çatdırmağa çalışır. Mən bilən o şirkətin Ədliyyə Nazirliyinin rəhbərliyi ilə yaxın münasibətləri var. Ona görə Ədliyyə Nazirliyi dövlət postundan yox, daha baha qiymətə başa gələn özəl postun xidmətlərindən istifadə edir. Həmin postda möhür sistemi mövcud deyil, dövlət postundan fərqli olaraq. Orada xəbərnamə forması mövcuddur. Yəni Ədliyyə Nazirliyinə çıxış anında həmin poçta məxsus qəbz doldurulur, tarix qoyulur və vətəndaşa çatdırılma anında qol çəkilir, qayıtmalıdır Ədliyyə Nazirliyinə. Vətəndaşda qalan zərfin üzərində isə heç bir möhür olmur ki, vətəndaş bunu aldığın günü təsdiq eləsin. Belə bir problem də var, doğrudan da yaşanır. Elə olur ki, bəli, regionlardan müraciət edən vətəndaşlara bu aya, bir aya, ay yarıma gəlir çatır, bəzən isə gəlib çatmır. Bununla bağlı da bizim Ədliyyə Nazirliyi ilə problemimiz olur. Bu halda biz vəsadət veririk ki, Ədliyyə Nazirliyi həmin xəbərnamələri məhkəməyə təqdim etsin və vətəndaşın alınma tarixini bu cür sübut eləyək ki, sənədləri hansı tarixdə alıb. Amma çox qəribədir ki, niyə daha rahat və daha ucuz başa gələn dövlət poçtundan istifadə eləməyib, İldırım Ekspres xidmətlərindən istifadə edirlər. Yenə bunu mən bildiyim qədərilə qeyri-rəsmi informasiyadır ki, həmin şirkət Ədliyyə Nazirliyinin rəhbərliyi ilə münasibətləri olan şirkətdir. Ona görə məcburi bir hal kimi bunu tətbiq edirlər. Sonuncu sualımız, demək bu sənədlər göndərilərkən həmin post vasitəsindən bəzən təsisçinin ünvanına, bəzən isə təşkilatın hüquqi ünvanına göndərilir. Və belə bir hal olmuşdu ki, hazırda işğal altında olan rayonların birindən olan təsisçinin ünvanına bir dəfə deyilmişdi ki, məktub göndərilib. Güya işğal altında olan əraziyə göndərilib. Qanunvericilikdə bu məsələ necə əksini tapır? Məktub təsisçiyə göndərilməlidir, yoxsa təşkilatın hüquqi ünvanına göndərilməlidir? Ədliyyə Nazirliyi təsisçiyə göndərə bilər. Təsisçinin ünvanı ilə bağlı müraciət ərizəsində qeyd olunmuş ünvana. Hətta yəni hüquqi ünvan bilirik ki, fakti fəaliyyət göstərən ünvandır, ora da göndərə bilər. Amma Ədliyyə Nazirliyi siz deyən halda təsisçinin şəxsiyyət vəsiqəsinə baxıb orada qeydiyyatda olduğu ünvana, məsələn, hansısa işğal olunmuş rayonun ünvanına göndəribdir, bunu səhv eləyib. Yəni bu bəlkə də qəsdən eləyib, bilmirəm, amma hər halda yəni iki formada göstərə bilər. Ərizədə göstərilmiş ünvana və yaxud təsisçinin qeyri-hökumət təşkilatlarının hüquqi ünvanına görə göndərə bilərdi. Yəni o ikisi əl çatan ünvanlardır, amma şəxsiyyət vəsiqəsində göstərilən ünvan işğal olunmuş rayonun ünvanı, o təbii ki, işğaldadırsa ora çata bilməz poçt. Təşəkkür edirəm Yaşar müəllim. Çox sağ olun verilişimizə qatıldığınız üçün.
Hörmətli tamaşaçılar, bu dəfə biz Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı ilə bağlı olan mövcud problemə toxunduq. Eyni zamanda məhkəmə müstəvisində qeyri-hökumət təşkilatlarının qeydiyyatının mümkünlüyünün və qeyri-mümkünlüyü məsələlərini araşdırmağa çalışdıq. Ümid edirik ki, vətəndaş cəmiyyətləri institutlarının qeydiyyatı ilə bağlı qeyri-kommersiya təşkilatları və mətbu nəşrlərin qeydiyyatı ilə bağlı olan mövcud sistem də yaxın gələcəkdə tətbiq oluna bilər. Əgər bu sistem, yəni vahid pəncərə sistemi tətbiq olunarsa, onda vətəndaş cəmiyyətləri institutları nə məhkəməyə müraciət etməyə, nə də təsis etdikləri təşkilatın qeydiyyatını aylarla gözləməyə vaxt sərf etməyəcəklər. Sağ olun, növbəti verilişlərimizdə görüşənədək.